Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. Bu gün sizlərə Dövlət İmtahan Mərkəzinin test bankında olan birinci mövzudan informasiyanın kodlaşdırılması və miqdarın ölçülməsi başlığı altında olan sualların izahını təqdim eləyəcəm. Başlayaq birinci sualımızda. Konfrans zalında qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır? Qeyd eləmək lazımdır ki, biz simvolları kodlaşdırmaq üçün əlifbalardan istifadə edirik. Yəni simvollar dedikdə təbii ki, burada stulları nəzərdə tuturuq. Və simvolları kodlaşdırmaq üçün istifadə olunan əlifbalar hər zaman 2-nin qüvvətləri formasında olmalıdır. 2-nin qüvvətlərində yəqin ki, hər biriniz əzbər bilirsiniz. Odur ki, 180 stul varsa, biz bunu 2-nin qüvvətinə ən yaxın hansıdırsa onu götürməliyik. Yəni bəzən tələbələr deyir müəllim, 182-nin qüvvətlərindən 128-ə yaxındır. Biz onda götürməliyik ki, 128 simvollu belə deyək əlifba. Əlbəttə ki, xeyir, çünki 180 stulu 128 dənə simvollu əlifba yığmaq olmayacaq axı. 180-dən sonrakı 2-nin qüvvəti lazımdır bizə. Yəni 180-dən sonrakı 2-nin qüvvəti hansıdır? 256-dır. Yəni bu 2 üstü 8 simvollu əlifba deməkdir. 2 üstü 8 simvollu əlifbada bir simvol neçə bit yer tutur? Əlbəttə ki, 8 bit yer tutmuş olur. Yəni sualın düzgün cavabı A variantı olmuş olacaq. Ümumiyyətlə bu tipdən suallar sizin qarşınızda tez-tez çıxacaq. Yadınızda saxlayın. Sizə nə qədər burada ədəd verirsə, həmin ədəddən sonra gələn 2-nin qüvvətini götürmək lazımdır. Məsələn, bizə desəydi ki, tutaq ki, 240 stul var. 240 stulu yerləşdirmək üçün, yəni kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? 240-dan sonra gələn yenə də 256-dır. Yəni 2 üstü 8 olacaqdır. Bir simvol 8 bit yer tutacaqdır. Yəni demək ki, sualın düzgün cavabı A variantı olmuş olacaq. Gələk ikinci sualımıza. Görək orada bizdən nə istəyir? 220 müxtəlif rəngi kodlaşdırmaq üçün tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyi ən azı nə qədər olmalıdır? Yenə də eyni şey. Baxın 220 müxtəlif rəngi kodlaşdırmaq lazımdırsa, biz yenə bir standartdan istifadə etməliyik. 220 dənəni ən az nə qədər də kodlaşdırmaq olar? 220-dən sonra gələn 2 üstü ifadənin qüvvətini götürürük. O qədər rəng dərinliyi lazım olacaq bizə. Yəni 220-dən sonra gələn 256-dır, bu 2 üstü 8-dir. Demək, hər rəng dərinliyi, yəni rəng dərinliyi 8 bit olmuş olacaq. Odur ki, 8 bitdə cavabımızda yoxdursa 1 bayt götürürük. 8 bit 1 bayta bərabər olmuş olur. C variantı sualımızın düzgün cavabıdır. Bir də bəzən tələbələr deyir müəllim, bəs 256-nın özünü desəydi ki, 256 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur. Rəng dərinliyi ən az nə qədər olar? Onda 256-nın özünü minimum deyir əlbəttə, ən az dediyinə görə. 256-nın özü elə 2 üstü 8 olduğu üçün yenə də cavabımız 8 olmuş olacaq. Yəni rəng dərinliyi və ya 1 piksel yaddaşda 8 bit 1 bayt yer tutacaq. Yox, əgər birdən 257 desə, artıq 257-ni biz 256-ya sıxışdıra bilmərik axı. 257-dən sonra gələn 2 üstü ifadənin qüvvəti. Yəni bu 512 eləyir. 2 üstü 9, 9 bit götürərdik. Əgər 257 müxtəlif rəng desəydi. Keçdik üçüncü sualımıza. Elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu hansıdır? Ümumiyyətlə, elektrik siqnallarını rəqəmsala çevirənlər analoqdan digitala, tərsi olsaydı rəqəmsaldan elektrikə keçilsəydi isə digitaldan analoqa olmuş olardı. Yəni digital dediyim rəqəmsaldır. İndi elektrik siqnallar analoq siqnallardır və bunu çevirmək lazımdır rəqəmsala. Deməli, birinci analoq, ikinci rəqəmsal. Harda var bu? Y variantında. Analogdan rəqəmsala çeviricisi. Yəni bu qurğudan istifadə olunur ki, elektrik siqnalları rəqəmsala çevrilsin. Dördüncü sual. 2048 simvoldan ibarət informasiya həcmi 213 bitdir. Bu informasiyanın kodlaşdırdığı əlifbanın gücünü tapın. Baxın, bu çox önəmli bir söz birləşməsidir. Gücünü tapın. Biz əlifbanın gücünü tapmaq üçün birinci həmin əlifbadakı bir simvolun yaddaşda tutduğu yeri tapmalıyıq bitlə. Bir də deyirəm, əlifbada olan simvolların sayını və ya əlifbada olan əlifbanın gücünü tapmaq üçün biz bir simvolun yaddaşda tutduğu yeri tapmalıyıq bitlə. Bir simvolun yaddaşda tutduğu yer özdə bitlə tapmalıyıq. Və bunu necə tapacağıq? Bax, deyək ki, 2 üstü 13 bitdir, düzdürmü? Qeyd edirəm burada 2 üstü 13 bit. Və 213 bit hazırda nə qədər simvoldur? 2048 simvoldur. Onda bu 211 deməkdir. Əgər 213 bit 211 simvolu bizə verirsə, o zaman mən tapmalıyam ki, bir simvol yaddaşda neçə bit yer tutur? Bir simvol x bit. Təbii ki, buradan da x bərabərdir. 213 vurulsun 1, bölünsün 2 üstü 11-ə. Yəni 2 üstü 13-ü bölürük 2 üstü 11-ə. Bu da bizə x bərabərdir. 13-dən 11 çıxırıq. Əsaslar eyni olduğu üçün qüvvətlər çıxılır.
2-ni saxlayırıq, 10 üstdən 11 çıxanda 2 üstü 2, 4 qalır. Yəni 4 nə oldu burada? 4 bit oldu. Sualın cavabı 4 bit deyil, diqqətli olun. Biz necə tapırdıq? Bax, bir simvolun yaddaşda tutduğu yeri 4 bit tapdıq. Əlifbanın gücünü tapmaq üçün tapdığımız həmin o 4 biti 2-nin qüvvətinə gətirməliyik. Yəni 2 üstü 4. Bu da bizə 16 vermiş olacaq. Yəni C variantı düzgün cavabımızdır. Ümumiyyətlə bir balaca burada izah verə bilərəm sizə. Əlifbanın gücü və bir simvolun yaddaşda tutduğu yerin nə kimi əlaqəsi var? Yadınızda saxlayırsınız ki, əlifbada olan n sayda müxtəlif kod var və bu hər zaman 2 üstü n formasında göstərilməlidir. Bu əlifbada olan simvolların sayıdır. Əlifbada olan simvolların sayı. Yadınızda bir şey saxlayın ki, n, 2-nin qüvvətindəki n, bir simvolun yaddaşda tutduğu yerdə özdə bitlə. Bir simvolun yaddaşda tutduğu yer hər zaman da bitlə. Və biz bu sualımızda nə etdik? Bir simvolun yaddaşda tutduğu yeri 4 bit tapdıq. Simvolların sayı, yəni əlifbanın gücünü istəyirdi bizdən. Ona görə aldığımız 4-ü 2-nin qüvvətinə yazdıq. O da bizə 16-nı vermiş oldu. Eyni şey 5-ci sualdadır. Qrafik təsvirin hər biri 32 bitlə kodlaşdırılarsa, mümkün olan rənglərin maksimal sayı nə qədərdir? Yenə deyirəm, 2 üstü n sayda rəng çaları varsa, rəng çaları. Onda n bir pikselin veya bir rəngin kodlaşdırıldığı bitdir. Yəni n burada bir pikselin yaddaşda tutduğu yerdir. Bitdi yəni. İndi bizə də nə verib burada? 32 bit verib də n-in qiymətini, düzdürmü? Rəng çalarını soruşur bizdən. Biz də 32-ni 2-nin qüvvətinə gətiririk. 2 üstü 32 rəng çaları var. Demək sualın düzgün cavabı olacaq D variantı. Bax, diqqətli olun bu hissədə. 6-cı sual. 128 simvollu əlifba. Dərhal nə edirik? 128 simvollu əlifba 2 üstü 7 deməkdir. Düzdürmü? 2 üstü 7 simvollu əlifba. Onda bir simvol yaddaşda nə qədər yer tutur? 7 bit yer tutmuş olur. İndi əgər bir simvol, baxın buradan hələ qurtarmamışam. Bir simvol 7 bit yer tutursa, bir simvol 7 bit yer tutursa, buradakı məlumatın həcmi nə qədərdir? 350 bitdir. Ona da mənə maraqlıdır. 350 bit neçə simvoldur? Təbii ki, 350-ni də biz buradan bölürük 7-yə, alırıq ki, 50 simvol var. Demək, bax, bu birinci cümlədən başa düşdük ki, 128 simvolu əlifbada yazılmış məlumatın həcmi 350 bitdirsə, x 50-dir. Yəni 50 dənə simvolumuz var. 50 simvol var. İndi bizə nə deyir növbəti cümlədə? Deyir ki, bu məlumat 1024 simvollu əlifbada. 1024 simvollu əlifba 2 üstü 10 deməkdir 1024. Onda bir simvol yaddaşda nə qədər yer tutacaq? Müəllim, bir simvol yaddaşda 10 bit yer tutacaq. Bir simvol 10 bit yer tutacaq. Mənə də deyir ki, bu 50 simvol var. Ha, bu qədər məlumat. Yəni 50 simvol. 10 bitlik olarsa nə qədər olacaq yaddaş tutumu? Əlbəttə ki, biz də 50 simvolu vururuq 10-a. Bu da bizə 500 biti vermiş olur. Və 500 bit də hardadır? Y variantında var. Bax, bu qədər. 128 simvollu əlifbada tapdıq ki, 350 bitdirsə 50 dənə simvol var. 1024 simvollu əlifbada bildik ki, 10 bitdir və onda 50 simvolda 10 bitdən götürsək 500 bit eləmiş olar. Gəldik növbəti sualımıza 128. 128 simvollu əlifba ilə kodlaşdırılmış bu ifadənin informasiya həcmi nə qədər olar? Bax, bu təzəlikcə qəbul imtahanına da düşmüşdü abituriyentlərin. Bu tipdən bir sual açıq suallara düşmüşdü. Yəni necə? Deyir, filan simvollu əlifbada filan qədər söz, filan simvollu əlifbada filan qədər söz. 3 dənə belə açıq sual idi. Uyğunlaşdırma vermişdi və biz bunu tapmalıydıq. İndi nə edirik? 128 simvollu əlifba deyirsə, dərhal artıq siz də bildiniz ki, nə edəcəyik? 2 üstü 7-dir deyə bir simvol yaddaşda 7 bit yer tutacaq. Bir simvol 7 bit. Gəlin onda belə eləyək də sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Baxın, burada 11 dənə simvol var. 11 simvol. Hərəsi də dedik ki, 7 bit yer tutur. Yəni bir dənəsi 7 bitdirsə, 11 simvolu vurduq 7-yə. O da bizə verdi, deməli, 77 bit. 77 bit harda var? 77 bit C variantında var. Bir də onu deyim ki, düzdür, burada şərtdə yazılmalıydı. Amma yenə də yazılmayıbsa belə. Dırnaq işarələri simvol kimi qəbul edilmir. Yəni, dırnaq işarələrini biz götürmürük. Ona görə dırnaqları saymadım. 11 dənə simvol var. Hərəsi də 7 bitdən 77 bit eləmiş olur. Gəldik 8-ci suala. Kompüter qrafikasının tətbiq sahəsi deyil, bu orta məktəblərdə keçirilən dərs vəsaitlərində var. Yəni Dövlət İmtahan Mərkəzinin kitabında rastlamasaq da orta məktəb siniflərində var bu haqqında məlumat. Elmi qrafika deməli var. Virtual reallıq bu da var. Tətbiq sahəsidir. İşgüzar qrafika, konstrukt qrafika da var. Həmçinin bundan əlavə təsviri incəsənətdə də tətbiq oluna bilər. Amma təcrübi qrafika deyilən deməli kompüter qrafikasının tətbiq sahəsi yoxdur. Yəni bu səhv cavabdır. Yəni belə deyək, belə bir sahəsi yoxdur. Düzgün cavab ona görə C variantı olur.
Vektor qrafikasına aid olan proqramı müəyyənləşdirin. Ümumiyyətlə testləri işləyərkən çalışın belə işləyin. Məsələn, çox tələbəmiz dərhal A variantını doğru cavab götürür. Həqiqətən də A variantı düzgün cavabdır. Adobe Illustrator yaradılmış faylların genişlənməsinə aid olur. Bunlar həqiqətən də vektor qrafikasına aid olan proqramdır və vektor faylının genişlənməsinə aid. Coral Painter, bunu da bilək, raster tipli qrafikaya aiddir. Yəni raster tipli təsvirlərlə işləyir. Tux Paint bu da rasterdir. Coral Photo Paint də Photoshopda. Ümumiyyətlə Paint və foto sözlərini gördüyünüz proqramların 99%-i hamısı raster qrafikasına aiddir. Bunu da belə deyim, yadınızda saxlayın. Raster, yəni piksellərlə işləmək üçündür. Hansı qrafik redaktorlara aid deyil? Deməli, burada var hansılar? Scancil vektor proqramıdır, Freehand vektor proqramıdır, həmçinin də yəni qrafik redaktordur. Paint də raster qrafikasına aiddir, Photoshop da raster qrafikasına aiddir. Bunlar hamısı qrafik redaktorlardır. Amma Oracle nədir? Oracle VBIS-dir. VBIS nəyə deyirik? Verilənlər bazasının idarə etmə sistemi. Lap loru dildə desəm, Access-in qardaşı, qohumlarındandır. Verilənlər MS Access proqramının qohumlarındandır. Verilənlər bazasının idarə etmə sistemləri. İdarə etmə sistemi. Verilənlər bazası fayllarla işləmək üçündür. Bu qrafik redaktor deyil. 11-ci suala baxaq. Raster qrafikasına aid olan proqramları istəyir bizdən. TuxPaint deməli raster qrafikasına aiddir deyə biz biri götürəcəyik. Scancil vektor qrafikasına aiddir, götürmürük. PaintNet raster qrafikasına aiddir. Inkscape bu da vektor qrafikasına aiddir. Adobe Flash isə ümumiyyətlə nə raster, nə də vektor proqramıdır. StarOffice Images isə bəli, bu da raster qrafikasına aiddir. Deməli biz götürəcəyik R-ləri 1, 3 və 6. 1, 3, 6 harda var? 1, 3, 6 C variantında var. 12-ci sualımıza baxaq. ASCII standartı ilə ən çoxu neçə simvol kodlaşdırmaq olar? Deməli, ümumiyyətlə bəzi tələbələr əzbər yadda saxlayır ki, bir simvol ASCII-də deməli 8 bitdir. Yəni 8 bit 1 baytdır bir simvol. Və deyirəm ki, ASCII-də ümumiyyətlə nə qədər simvol var, bəzən ilişib qalırlar. Ümumiyyətlə bax, bir simvol 8 bitdirsə, biz bayaqlar nə dedik? Əlifbanı tapmaq üçün bu 8 biti 2-nin qüvvətinə gətirməliyik. Yəni 2 üstü 8 sayda müxtəlif kod var ASCII-də. Düzdür, siz bunu əzbər yadda saxlayırsınız, amma mahiyyətini də bilin. Bir simvolun yaddaşda tutduğu yeri bilirsinizsə, həmin əlifbanın ümumi kodlarının sayını tapa bilərsiniz. Bir simvol 8 bitdir, 2 üstü 8 qədər də deməli simvol kodlaşdıra bilərik. Bu qədər də simvol var. 2 üstü 8-dir, 256-dır. Demək C variantı olar cavabımız. Gəldik növbəti sualımıza. Unicode sistemində yazılmış student sözü belə ləhcədə biraz problem ola bilər ingiliscə. Amma eybi yox. Nəsə, bizə lazımdır əsas bunların sayı. Unicode-da bir simvol neçə bitdir və ya baytdır? Unicode-da bir simvol 16 bitdir, yəni 2 baytdır Unicode-da. Buradan da yazım. Unicode bir simvol deməli 2 baytdır. Yəni 16 bitdir. 16 bit. İndi əgər bir simvol 2 baytdırsa, 2 baytdırsa, onda studentdə 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə simvol var. 7 dənə simvolu vururuq 2-yə. 7-ni də 2-yə vuranda nə qədər eləyir? O da bizə 14 vermiş olur. Deməli 14 baytımız var. Cavabda 14 bayt varmı? Yox. Bəzən tələbələr deyir, müəllim 14 biti götürdüm mən, yoxdur. Xeyr, 14 bayt yoxdursa, onda siz bunu bitə çevirə bilərsiniz. Yəni 14 vurulsun 8, o da bizə 112-ni vermiş olur. 112 bit sualın düzgün cavabı olmuş olacaq. Yəni bəzən də tələbələr deyir ki, ay müəllim, onda siz niyə bir simvol 16 bit yazmadınız ki? Yəni mən cavablara baxmadım, sadəcə baytla götürdüm. Bəzən də belə eləyə bilərsiniz. Yəni eyni şeydir onsuz da. Bir simvol 16 bitdirsə 7 simvol nə qədərdir? 16 vuraq 7, yenə də 112-ni almış olacaqsınız. Əsas odur ki, bilin ki, Unicode-da bir simvol 2 bayt və ya 16 bit yer tutur. Sonra o bayt alandan sonra cavabda yoxdursa bitə də çevirə bilərsiniz 8-ə vurub. Gəldik növbəti ifadəyə, növbəti suala daha doğrusu. Dim.gov.az ifadəsində neçə bayt informasiya saxlanılır ASCII-də? Dedik ki, 1 baytdır. Nə qədər simvol varsa, o qədər bayt götürəcəyik demək ki, 1 bayta vururuqsa. 1, 2, 3, nöqtə 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 simvol varsa, 14 bayt məlumat var. O zaman A variantı sualın düzgün cavabıdır. 15. 224 sayda müxtəlif rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bitlərin miqdarı nə qədərdir? İndi bax, bayaqlar sizə nə dedim? Nə qədər rəng çaları varsa, onu 2 üstü ifadə şəklində göstəririk. Sağ olsun, bu da elə 2 üstü ifadə şəklində göstərib. 224 müxtəlif rəng var. Onda 2-nin qüvvətindəki müxtəlif rəng var. 2-nin qüvvətindəki ədəd deməli, bir pikselin yaddaşda tutduğu yerdir bitlə. Yəni 24-dür də 2-nin qüvvətindəki. 24 bit yer tutur, 1 piksel.
24 bit. Bir piksel yer tutur. Oldu. 24 bit cavabda varmı? Bəli, var. 24 bit zaten olmalıdır. Niyə görə dedim cavabda var? Çünki bəzən də bunu 24 biti bayta çevirirlər. 8-ə bölüb 3 bayt götürürlər. Düzdür, bu sualda bit deyir. Ona görə elə 24 bit götürmüş olur. 16-cı sual. Kodun uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri iki müxtəlif vəziyyət alarsa, maksimum neçə işarə kodlaşdırıla bilər? Sizə bunun iki cür yolunu deyim. Baxın, nə qədər vəziyyət deyirsə, siz onu əsas kimi, neçə element deyirsə, onu qüvvət kimi götürüb sualın cavabını asanlıqla tapa bilərsiniz. Yəni belə bir düstur yazım sizlər üçün. Demin neçə dənə maksimum kodlaşdırıla bilər? Bura qeyd edirəm vəziyyət, neçə müxtəlif vəziyyət. Yuxarısına da yazıram ki, element. Yəni, bu sadə bir ifadədən, düsturdan istifadə edib cavabı tapa bilərsiniz. İki müxtəlif vəziyyət var və bu da deməli 3 elementdən ibarətdir ümumiyyətlə kodun uzunluğu. Bu da bizə 8 verir. Deməli 8 dənə maksimum simvol kodlaşdırmaq olar. Bu bunun birinci yolu, dəftərinizə qeyd edə bilərsiniz. İkinci yol nə idi? Baxın, biz burada 3 uzunluğu 3 elementdir. 3 dənə element yazmalıyıq. Və hər bir elementdə də iki müxtəlif vəziyyət ala bilir. Yəni buradakı element də iki müxtəlif vəziyyət ala bilir. Buradakı iki element də iki müxtəlif vəziyyət ala bilir. Buradakı element də. Yəni bu o zaman ehtimal hissəsinə, kombinatorika məsələlərinə aiddir. Yəni 2 vurulsun, 2 vurulsun 2. Ehtimalların vurulmasına görə hesablayırıq. 2 vuraq 2 vuraq 2. Bu da bizə 8-i vermiş olur. Yenə də sualın düzgün cavabı eyni olmuş olacaq. Eyni şəkildə 17-də. Nə dedim sizə? Vəziyyət nə qədərdirsə, elementi yuxarıda yazırsınız. Bu sizə sualın düzgün cavabı verir. 5 müxtəlif vəziyyət var. Deməli, əsasımız 5-dir. 3 dənə də element var. 5-in qüvvətinə 3 yazırıq. Bu bizə 125-i vermiş olur. Və yaxud da deyir 3 elementdən ibarətdir. 3 dənə bizdə element yazılmalıdır və hər biri də 5 müxtəlif vəziyyət ala bilir. Bunun da 5 müxtəlif vəziyyəti var. Bunun da 5 müxtəlif vəziyyəti var. Yenə də sualın düzgün cavabı 125 olmuş olar. 18. Rəng dərinliyi 3 bit olarsa, ümumiyyətlə baxın, rəng dərinliyi demək, yadınızda saxlayın. Elə bir pikselin yaddaşda tutduğu yer deməkdir. Rəng dərinliyi filan qədər bitdirsə, yadınızda saxlayın. Bir pikselin yaddaşda tutduğu yerdir bitlə. İndi bu deyir 3 bit olarsa, yəni yadınızda saxlamışdınız ki, bayaqlar 2 üstü rəng çaları varsa, n burada rəng dərinliyidir. Yəni bir pikselin yaddaşda tutduğu yerdir bitlə. Nəysə. Eybəcər yazdım, eybi yox. İndi biz 3 biti bilirik, 2-nin qüvvətinə gətiririk bunu. Yəni 2 üstü 3 eləyirik. Bu da bizə 8 rəng çaları vermiş olur. 8 də hardadır? D variantında var. 19. Verilmiş mətnin 32 simvolluq bir əlifbada kodlaşdırıldığını bilərək 40 bitlə kodlaşdırılan sözü müəyyən edin. Gəlin birinci biz bu hissəni araşdıraq. Bax, 32 simvollu əlifba deyirsə, 32 simvollu əlifba. Biz buradan qeyd etməliyik ki, bu 2 üstü 5 deməkdir. Bir simvol yaddaşda nə qədər yer tutacaq? 5 bit yer tutacaq. Bir simvol yaddaşda 5 bit yer tutur bu əlifbada. Bu da deyir ki, 40 bit artıq informasiyamız var. Onda 40 bit neçə simvoldur? 40 bölünsün 5. Yəni 8 simvoldur. Biz 8 simvollu bir söz axtarmalıyıq. 8 simvoldan ibarət bir söz axtarmalıyıq. Digitizerdə məncə çoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8 çoxdur. Monitor deməli 1, 2, 3, 4, 5, 6, 7 dənə də bu da lazım deyil. Klaviaturada çox simvoldur, 8 deyil. Printer 1, 2, 3, 4, 5, 6, 7. Deməli, notebookda 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, sualın düzgün cavabı Y variantıdır. Həqiqətən də notebook sözü 8 simvoldan ibarətdir. 32 simvolluq əlifbada da 1 simvol 5 bitdir. 8 simvolu 5 bitə vuranda doğrudan da 40 bit almış olar. Gəldi 20-ci sualımıza. 64 simvollu əlifba 206 olduğu üçün bir simvol 6 bit yer tutacaq. Bir simvol 6 bit. Gəlin sayaq görək nə qədər burada simvol var 6 bitə vuraq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 simvol, hərəsi də 6 bitdirsə vururuq 6 bitə və bu bizə 54 biti vermiş olur. 54 bit hardadır? Deməli, D variantında. Qətiyyən 54 baytı götürməyin. 2 filan qədər simvollu əlifbanın qüvvətindəki ədəd həmişə bitlə ifadə olunur. 64, 2 üstü 6-dır, 6 bitdir. Gəldik növbəti suala. Yenə raster tipli proqramlara aid olanları soruşur. Coral Painter-ə aiddir. Adobe Flash aiddir. Stencil vektor proqram dedik. TuxPaint aiddir. Inkscape də aid deyil. Bu da vektor proqramıdır. 1.4, yalnız 1.4 C variantını işarələdik. Bəsit sualdır, 22-ci sual. Məncə bunu özünüzdə tapa bilərsiniz, amma mən də sürətli deyim. İnformatika sözünün şifrəsini müəyyən eləyin. İ hərfinin şifrəsi deməli bizdə nidadır. Birinci nida ilə başlamalıyıq. A getdi, Y getdi.
Ən axırda da A hərfi var. A-nın da şifrəsi deməli 1-dir bu hissədən. A-nın şifrəsi 1-dirsə, onda D variantı da getdi. Gəlin biz axtaraq, deməli 3-cü, 4-cü simvolu axtaraq, yəni O hərfinin kodunu axtaraq. O hərfinin kodu deməli burada 2 rəqəmidir. Bu sıfırda qətiyyən. Onun şifrəsi 2-dir. Deməli bizdə 4-cü rəqəm 2 olmalıdır. C variantında 4-cü rəqəm 9-dur. B variantı sualın düzgün cavabı olacaq. Keçdik 23-cü suala. Yenə də bir nəzəri sualdır. Raster qrafikasına aid olanları seçin. PaintNet aiddir. Adobe Freehand bu vektor proqramıdır. Deməli götürməyəcəyik. Corel Painter aiddir. Adobe Illustrator vektor proqramıdır. Corel Draw vektor proqramıdır. Corel Photo Paint də rasterdir. Deməli 1, 3, 6 götürəcəyik. Sualın düzgün cavabı. Hansı raster qrafik faylların ad genişlənməsi ola bilər? GIF, TIFF, BMP bunların hər biri rasterdir. Okey, o birisi variantlardakı səhvlərə baxaq. PPT təqdimat faylının genişlənməsidir. Yəni bu qrafik fayllara aid deyil, təqdimat faylının genişlənməsidir. Burada PNG, MPG video fayllara aiddir, AVI də video fayllara aiddir. Ona görə bunu da götürməyəcəyik. GIF, TIFF, XLSX, XLSX elektron cədvəl faylının genişlənməsidir. Ona görə bunu da götürmürük. JPG, TIFF, DOC. DOC da burada mətn tipli faylların genişlənməsidir. Yəni sənəd tipli. Onda bunu da götürməyəcəyik. Sualın düzgün cavabı. AVI audio faylların genişlənməsidir. Mən FLV ilə səhv saldım. AVI audio faylların genişlənməsidir. BMP deməli PNG, bəli bunlar aid idi, amma ki PPT-dir. Burada düzgün cavab A variantı. GIF, TIFF, BMP. Sən BMP Paint-də yaradılmış faylın genişlənməsi olur. TIFF isə sıxıla bilməyən. Yəni TIFF-də heç vaxt hər hansısa bir TIFF genişlənməsinə malik qrafik faylı bir cihazdan digər cihaza göndərilərkən bu sıxılmır. Yəni faylın həcmi nə qədərdirsə elə o qədər də qalır. Yəni dizaynerlərin istifadə etdiyi fayl genişlənməsidir. Musiqi alətlərindən çıxan səslər kompüterə yazılanda hansı genişlənmə olur? Yəni audio faylın genişlənməsini tapmalıyıq. ODG yəni qrafik tipli fayldır. BMP qrafik tipli fayldır, PNG qrafik tipli fayldır, FTP isə ümumiyyətlə protokoldur. Bunu şəbəkə dərsində keçəcəksiniz. MIDI isə bəli, MIDI deməli audio faylların genişlənməsinə aiddir. Ona görə D variantı olmuş olacaq. RGB hansı rənglərdən ibarətdir? Zaten RGB-də birinci red qırmızı, ondan sonra green yaşıl, blue da göy. Göy, yaşıl, qırmızı. Ardıcıllıqla yazmayıblar, problem yoxdur bizim üçün. Göy, yaşıl, qırmızı 26 oldu Y. Gəldik növbəti suala. Ağ-qara təsvir informasiyanın həcmi 512 baytdır. Təsvir neçə pikseldən ibarətdir? Ağ-qara təsvir deyərsə və ya monoxrom təsvir deyərsə, bir şey yadda saxlayın. 1 piksel 1 bitdir. 1 piksel 1 bitdir. İndi bizə də deyir ki, bax yazıram buradan. 1 piksel 1 bitdir. 1 bit. 512 baytdır da informasiyanın həcmi. Təbii ki, biz bunu bitə çevirməliyik tənasibi qurmaq üçün. 512 baytdırsa, 512 vurulsun 8 bit eləyir bu. Baytdan bitə çevirmək üçün 8-ə vururuq. Bu da x qədər pikseldir. X-i tapırıq, sualın cavabı çıxır. 512 vurulsun 8. 2 üstü 9, 2 üstü deməli 3-dür. O da eləyir 2 üstü 12. Yəni 4096 pikseldən ibarətdir. Yəni D variantı sualın düzgün cavabı olar. Bir də deyirəm, ağ-qara təsvir deyərsə 1 piksel 1 bitdir və ya monoxrom deyərsə 1 piksel 1 bitdir. 512 bayt, yəni 512 vurulsun 8 bit nə qədər pikseldir? Tapdıq ki 4096. Gəldik 28-ci suala. 4096 rəng çalarına malikdir. Və bu 256 azaldılarsa, qrafik təsvirin həcmi necə dəyişər? Piksellərin sayında hər hansısa bir dəyişiklik yoxdur, verməyib bizə. Bax, 4096 rəng çaları deyirsə, bu 2 üstü 12 deməkdir və 1 piksel yaddaşda qeyd edirəm buradan. 12 bit yer tutur. 1 piksel 12 bit yer tutur. 256 dəfə azaldılarsa, indi 4096-nı biz 256-ya bölməliyik. Çünki demir ha 256 qalıb. Deyir 256 dəfə azaldılarsa. 4096-nı biz böləcəyik 256-ya. Yəni belə eləyək də 2 üstü 12 budur. 2 üstü deməli 256-dır, 2 üstü 8-dir. Bu bizə verir 2 üstü deməli 4-ü. Yəni 16-nı verir bizə bu hissədən. İndi mən də buraya yazıram. Baxın 16 rəng çaları alınıb azaldılandan sonra 16 rəng çaları. Və 16 da nə qədərdir? 2 üstü 4-dür. Yəni 1 piksel nə qədər yer tutub indi? 4 bit yer tutub. Bax 12 bit tuturdu, indi 4 bit tutdu. Nə qədər azalma var? 3 dəfə azalma var da. Düzdür, 12-ni 3-ə böləndə 4 alarıq biz. Deməli 3 dəfə azalmış olacaq. Sualın düzgün cavabı B variantı olur. Bir də deyirəm, diqqətli olun, çünki bu tipli suallardan sizin qarşınıza çox çıxacaq.
4096 rəng çaları var. 1 piksel 12 bit yer tutur. Rənglərin sayı 256 dəfə azalırsa, yəni nə qədər qalıb rəng çaları? 4096-nı 256-ya böldük, tapdıq ki, 16 rəng çalarına düşüb. İndi 12 bit 4096-da idi. 16 rəng çaları olarsa 4 bit yer tutacaq. Onda 12 bölək 4, yəni 3 dəfə azalma var. 12 bit idi, indi 4 bitdi. 3 dəfə azaldı. 29. Maraqlı sualdır. Gəlin buna da baxaq. 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. İkinci və üçüncü səhifədə neçə simvol var? Gəlin belə eləyək. Biz özdə Unicode-da kodlaşdırdıq. Deməli biz bunu birbaşa olaraq bu formada tapa bilərik əslində. Nəsə xırdalığına qədər gedəcəm, eybi yox. Birinci səhifədə x qədər məlumat var. Özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. 3 dəfə azdırsa onda burada 3x olacaq. Sonrakında da deməli 6x olacaq. 3x də 6x-dən 3 dəfə azdır. Və bu bizə verəcək 2600-ü. Biz buradan 10x bərabərdir 2600 byte da yeri gəlmişkən. Yəni bunu yazın, burada da deyir. 10x bərabərdir 2600 byte-a. Buradan da x-in qiymətini tapırıq ki, 260 byte informasiya var. 260 byte informasiya. 260 byte nə deməkdir? Unicode-da neçə simvol deməkdir? Unicode-da əlbəttə ki 260 byte 130 simvol deməkdir. Çünki Unicode-da bir simvol 2 byte-dir. Biz simvolların sayını 2-yə vurub burada 260 almışıq. Gəlin onda belə eləyək də. X-in qiyməti burada, X-in qiyməti burada 130 simvoldur. Yenə deyirəm, bu qədər byte-dırsa, Unicode-da biz bunu 2-yə bölürük ki, simvol sayını tapaq. 130 simvoldur burada. İndi bizdən nəyi soruşur? Bizdən deyir ki, ikinci və üçüncü səhifədəki deməli neçə simvol var? Bax, bu 130-dur, düzdürmü? Əgər bu 130-dursa, deməli biz ikinci, üçüncü səhifəni tapmaq üçün artıq 3x-dan İfadə eləyə bilmirik çünki burada 3 dəfə azı deyir. Mən burada 3 vahid başa düşmüşəm. X 3x bura 9x olmalıdır. Burada bir xırda səhvlik eləmişik, onu düzəldək. 3 dəfə azı deyirsə 3x, x 3x 9x olmalıdır. Bir dənə buranı silək. Suala. Yəni bura 9x yazaq. Çünki yenə deyirəm, deyir ki, hər səhifədəki informasiya o birisindən 3 dəfə azdır. X, 3x, deməli 3x-də biz 3-ə vururuq, buranı 9x almış oluruq. Və buradan da tapırıq ki, 13x bərabərdir 2600 bayta. X buradan bərabərdir, deməli 200-ə. 200 bayt informasiya var. Gəlin belə eləyək də. Burada 200 bayt informasiya var birinci səhifədə. O birisində 300 vurulsun 200. Yəni 600 var. 600 bayt informasiya var. O birisində də 200 vurulsun 9. Yəni 1800 baytlıq informasiya var. Bizdən indi desəydi ki, ikinci səhifədə və üçüncü səhifədə yaddaşda nə qədər yer tutur və ya nə qədər bayt informasiya var? Biz 600 1800 götürərdik. Bizdən simvol sayını soruşur. Yenə deyirəm, bax 600 simvol varsa, Unicode-da bir simvol 2 bayt yer tutur. Biz 600-ü bölürük 2-yə. 300 dənə simvol burada var. 1800-ü də 2-yə böləndə 9 dənə də 900 dənə simvol burada var. Deməli ikinci səhifədə 300 dənə, üçüncü səhifədə 900 deməli bizdə simvol var. O zaman 300 və 900 sualın düzgün cavabı B variantı olmuş olacaq. Oldumu? Məncə oldu. Keçək 30-cu suala. Deyir ki, 256 rəng dərinliyi var və 256 vurulsun 512 nöqtədən ibarət yaradılmışdır. Bu təsvirin rəng dərinliyini 16-ya endirsək, həcmi nə qədər azalmış olacaq? Yaxşı sualdır. Deməli 256 rəng dərinliyi deyirsə, bu nəyi bizə izah eləməyə çalışır? Bu bizə onu izah eləməyə çalışır ki, yəni 1 piksel yaddaşda 256 bit yer tutur. Oldu mu? 256 bit yer 256 bit yer tutmur. 256 rəng çaları varsa, demək 1 piksel 4 bit yer tutur. 8 bit yer tutur. 256-nın özü çünki neçədir? 2 üstü 2 üstü. Demək 8-dir. Onda 1 piksel 8 bit yer tutur. 8 bit. İndi də nə olub? Rəng dərinliyi 16-ya endirilib. Yəni 1 piksel 16-da nə qədərdir? 2 üstü 4-dür deyə 4 bit yer tutub. Burada piksellərin sayında dəyişiklik yoxdur da, gördüyünüz kimi. Deyir ki, bu qədər yaradılmışdır elə. 8 bitdən 4 bitə gələndə nə qədər azaltdıq? 8 bitdən 4 bitə gələndə 2 dəfə azalıb. Deməli 2 dəfə azalar təsvirin həcmi. B variantı olmuş olacaq. 256 rəng çaları var, dərinliyi 2 üstü 8-dir. Ondan sonra 16-ya endirmişiksə 2 üstü 4-dür, 4 bitdi. Onda 2 dəfə azalma var. Oldu B variantımız. 31-ci suala baxaq. Deyir ki, ikilik kod 16 simvollu əlifba ilə kodlaşdırılmışdır.
Bu kodlaşdırma əlifbası ilə hansı sözü düzəltmək olar? 16 simvollu əlifba deyirsə, 16 simvollu əlifba deyirsə, onda bir simvol, 16 simvollu əlifba. Bir simvol 16 2 üstü 4'tü deyə bir simvol 4 bit yer tutmuş olacaq. 4 bit. Onda gəlin biz bunu neyniyək? Əlbəttə ki, 4 bölək. Deməli, bax 1, 2, 3, 4. Burada belə bir böldüm, bölgü apardım, 4 bit. Bir simvolumuz budur. Ondan sonra 1, 2, 3, 4 böldüm. Digər simvolumuz 1, 2, 3, 4 növbəti, 1, 2, 3, 4 növbəti, 1, 2, 3, 4 növbəti. 16 simvollu əlifbada bir simvol 4 bit yer tuturdu. 4 böldük bunları. Çünki hərəsi 1 bit tutur deyə 1 sıfırın 4 bölməliyik. Bunlar hamısı biri 1 bitdir. 1 hamısı 1 bitdir. Gəlin indi baxaq görək buna hansı uyğun gəlir. 1, 2, 3, 4, 5, 6 dənə simvol lazımdır bizə. 6 dənə simvol lazımdırsa, deməli bu müəllif ola bilərmi? Sadəcə burada eyniliyi, fərqliliyi də nəzərə almaq lazımdır. Məsələn, biz M hərfinə bunu desək, Ü hərfi bura olsun. Ondan sonra Ə hərfi bu olsun. Deməli, növbəti L hərfi bu olsun, L hərfi olmasın. Niyə görə? Çünki 2 dənə L hərfi var burada, ikisinin kodu eyni olmalıdır. Amma görürsüz, buradakı L ilə buradakı L-nın kodu fərqlidir. Deməli, A variantı uyğun gəlmir. A variantı uyğun gəlmir. B variantında sanki uyğun gəlir. Çünki bizə lazım olan əsas nədir? Bizə lazım olan demək, burada da uyğunluq yoxdur. Çünki bu hissədə də bizdə problem var. Sualın düzgün cavabı bir dənə təsvir T-nı bura yazdıq. Deməli, Ə-ni bura yazsaq, Ə-ni bu hissəyə, burada Ə yazsaq o da olmur. Çünki Ə-lərin şifrəsi eynidir. Bu da olmadı. Bunu da silək. Bunu da silək. Müəllimi yoxlayaq. Deməli, burada belə deyək də 1, 2, burada 3-cü ilə 4-cü eyni olmalıdır. 3-cü ilə 4-cü. Deməli 1, 2, 3 ilə 4 eyni harda var? Bir dənə sellərdə var da, düzdürmü? S olsun, E olsun, L olacaq bura. Bu da L olsun. Okey, indi düzəldi. Bura Ə olsun, burada R olsun. Bəli, tamamilə doğru cavabımız olmuş olacaq. S-in şifrəsindən heç yerdə yoxdur. E-nin şifrəsindən heç yerdə yoxdur. L-lar 2 dənə eynidir deyə bura 2 dənə eyni ardıcıllıqdır. Ə bura, R da bura. Mükəmməl. Sellər sualın düzgün cavabıdır. Əllər niyə olmaz? Çünki əllərdə birinci ilə dördüncü simvolun kodu eyni olmalıdır. Bu da 1 ilə 4 eyni deyil bizdə. Gəldik 32-ci suala. Raster görüntünün çevrilməsi nəticəsində ümumi rəngçalar 4096-dan 8-ə qədər azalmışdırsa. Yəni bax 4096 rəngçaları varsa 212-dir. 1 piksel 12 bit yer tutur. 8-ə qədər azalıbsa 8 rəngə düşübsə, 8 də 2 üstü 3-dür. Onda 1 piksel 3 bit yer tutur. Onda 12 bitdən 3 bitə qədər azalma varsa 4 dəfə azalma var. Yəni sualın düzgün cavabı C variantı olacaq. Gəldi bir növbəti sualımıza. Mətn failinin hər səhifəsində 32 sətr, hər sətirdə də 64 simvol var. 80 səhifədən ibarət olan mətn bu fail ASCII ilə kodlaşdırılarsa kilobaytla həcmini tapın. Ümumiyyətlə, mətn tipli failləri hesablamaq üçün biz sənəddəki səhifə sayını, hər səhifədə olan sətr sayına, hər sətirdə olan simvol sayına və biz burada Unicode deyərdisə 2 bayta, ASCII-yə deyərdisə, indi burada ASCII kod sistemidir, 1 bayta vururuq və failin həcmini tapırıq. Yaddaşda tutduğu yerini tapırıq. Həcm yazın bura. Gəlin görək nələri verib bizə. Sətri verib 32, yəni 2 üstü 5. Hər sətirdə 64 simvol var. Simvolun yerinə yazıram 2 üstü 6 simvol. ASCII dediyi üçün zaten 1 baytı qeyd eləmişəm. Və səhifə sayı 80 dənədir. 80 dənə də səhifəni yazdım səhifənin altından. Biz bunları vuranda 80 vurulsun 2 üstü 11 bayt eləyir. 2-nin qüvvətləri toplanılır çünki 5-dən 6. Bu da bizə baytlandır. Diqqətli olun, bizdən kilobaytla istəyir. Biz bu ifadəni 2 üstü 10-a bölək ki, kilobayta çevirək. Baytdan kilobayta çevirəndə 2 üstü 10-a bölürük. O da bizə deməli 2 üstü 10-dan 2 üstü 11 ixtisar gedir 2 qalır. 80-i də 2-yə vuranda 160 kilobayt məlumat qalar. Yəni D variantı. Eyni şey 34-cü sualdadır. 32 sətr var, yəni 80 səhifə var birinci, amma Unicode deyir burada. 80 səhifə var. 32 sətr var, 64 simvol var. Unicode dediyi üçün 2 bayta vuracam mən məlumatı. Və 80 vurulsun. Bu dəfə 212 bayt alacağım. Çünki 2 bayt 2 üstü 1 deməkdir. O da 80 vurulsun 2 üstü 12-dir. 2 üstü 10-a böləndə bu da bizə verir nə qədər? 2 üstü 10-dan 2 üstü 12 gedəndə 2 üstü 2 qalır. Yəni 320 kilobayt olmuş olur. Zaten eyni şeydir. Burada 160 bayt yer tutur, 160 kilobayt yer tutubsa ASCII-də, Unicode-da onun 2 dəfəsi çox tutmalıdır. 320 kilobayt tutacaq. Yəni, təbii ki, mən bunu həll edib yazıram. Əzbər yazmayaq. Ölçüsü bu qədər piksel olan qrafik təsvir 216 sayda rənglə kodlaşdırılıb. 216 sayda rəng nə deməkdir?
216 sayda rəng çaları, rəng sayı varsa, bir piksel 16 bit deməkdir. 16 bit. Düsturumuz var idi. Qrafik təsvirin hesablanması. Piksellərin sayı 256 vurulsun 256. Yəni 208 vurulsun 208. Bu piksellərin sayını. Vururduq bir pikselin yaddaşda tutduğu yerə 16 bitə. Yəni 2 üstü 4 bitə. 16 2 üstü 4 olduğu üçün 2 üstü 4 bit yazıram. Bu da bizə verir 2 üstü 20 biti. 220 bit. Amma bizdən kilobaytla istəyir. Bitdən kilobayta çevirəndə 2 üstü 13-ə bölürük. Bu da 2 üstü 7 kilobayt eləyir. Yəni 128 kilobayt. Gəldik 36-cı sualımıza. Ölçüsü bu qədər piksel olan informasiyanın həcmi də 32 kilobaytdır. Ən çoxu nə qədər rəng ola bilər? Düsturumuzu mən buradan yazım. Ola bilsin bilməyənləriniz var. Piksel sayı vurulsun piksel sayı. Vurulsun bir pikselin yaddaşda tutduğu yer. Bit yazıram bura. Bir pikselin yaddaşda tutduğu yer. Bərabərdir həcmə. Bax, bizə piksel sayını verib. 2 üstü 7, 2 üstü 7. Bir pikselin yaddaşda tutduğu yeri verməyib. Oraya yazıram x bit. Həcmi də verib ki 32 kilobayt. Yəni 32 2 üstü 5-dir özü. Kilobaytdan da biz bitə çevirmək üçün 2 üstü 13-ə vurmalıyıq. Bunu məncə hər biriniz bilirsiniz. 2 üstü 13-ə vurmalıyıq. 2 üstü 14 vurulsun x bit bərabərdir. 2 üstü 18 deməli 2 üstü 18-ə. X bərabərdir buradan 2 üstü 18-dən 2 üstü 14-ü böləndə qalır 2 üstü 4, yəni 16. 16 bizdə nədir? 16 bir pikselin yaddaşda tutduğu yerdir, özü də bitlə. Fikir vermişdinizsə mən x bit demişdim. Bir pikselin yaddaşda tutduğu yer 16 bitdir. Bizdən rəng çalarını soruşur. Bayaq yazmışdım axı. 16 bit bizdə n bit deməkdir. Rəng çalarını tapmaq üçün aldığımız 16-nı 2-nin qüvvətinə yazmalıyıq. 2 üstü 16 bizdə maksimum rəng çaları ola bilər. Yəni sualın düzgün cavabı B variantı olacaq. Baxın, bit tapanda bunu 2-nin qüvvətinə gətirirsiniz. Rəng çalarını versəydi, rəng çalarının qüvvətindəkini 1 piksel götürəcəyik. Oldu mu? Gəldik 37-ci suala. A vurulsun B pikseldən ibarət olan monoxrom rəngli təsvir, qrafik təsvir 2 kilobaytdır. A vurulsun B hansı ola bilər? Gəlin belə eləyək də biz. Monoxrom dediyi üçün 1 piksel 1 bitdir. Yəni elə yazacağam buradan, 1 pikselin yaddaşda tutduğu yeri monoxrom dediyi üçün 1 piksel 1 bit yer tutur. Nöqtə sayını bilmirəm. X yazıram, yəni A vurulsun B də nöqtə sayı. Ona mən X dedim və 2 kilobayta bərabər eləyirəm. 2 kilobayt nə qədərdir? Neçə bitdir? 2 vurulsun 2 üstü 13. Yəni 2 üstü 14, 2 üstü 14. Deməli, burada bitimiz var. Zaten bəllidir də burada. 1 bit 1 vurulsun x bərabər 2 üstü 14 bitdirsə, elə bizə 2 üstü 14 verən bir cavab lazımdır. Bir bitimiz monoxromda 1 pikselin yaddaşda tutduğu yerdirsə, elə həcm nə qədərdirsə, 2 üstü 14 biz variantda axtarmalıyıq. Görək nəyə nəyə vuranda 2 üstü 14 eləyər. Deməli 1024 2 üstü 10'dur, 512 2 üstü 9'dur. Bu 2 üstü 19 eləyər. Verməz bizə 2 üstü 14'ü. 2 üstü 7 budur, 2 üstü 8 budur. 2 üstü 15 verər. Bu da ödəmədi. 2 üstü 10 budur, 2 üstü 5 budur. 2 üstü 15 verir, ödəmədi. Buradan da yazıram. 2 üstü 9, 2 üstü 8. Bu da çox verdi bizə. 2 üstü 8 vurulsun 2 üstü 6. 2 üstü 14. Bəli, sualın düzgün cavabı Y variantıdır. Oldu mu? Çox əslində bəsit sualdır. Sadəcə monoxromun bir pikselinin bir biti yaddaşda yerini tutmaq bilsəydiniz, elə bu kilobaytı bitə çevirib cavabı da alacaqdınız. Çünki simvol sayı, piksel sayı nə qədərdirsə, onu elə biz bir bitə vurub 2 kilobayt, 214 bit almışıq. Qrafik təsvir 256 vurulsun 512 nöqtədən ibarətdir. Deyir true color, yəni RGB rənglər palitrasında rənglənmişdir. Kilobaytdan təsvirin həcmini tapın. 256 2 üstü 8-dir. 512 isə 2 üstü 9-dur. Və RGB dediyi üçün siz artıq bilməlisiniz ki, RGB-də 1 piksel yaddaşda 3 bayt yer tutur. Yəni 24 bit. 1 piksel 3 bayt. Yəni 24 bit yer tutur. Hardan yadda saxlayın? Bax, RGB. 3 dənə burada böyük hərf var, düzdürmü? 3 dənə rəng var. Yadda saxlayın, hər biri 1 baytdır. Yəni 3 baytdır bütövlükdə. Yəni 24 bitdir. Onda 2 üstü 8 vurulsun 2 üstü 9. Da mən bitlə yazmayayım da, hazır baytla ifadəsini bilirəm. 1 piksel 3 baytdır. Vururam bunu 3 bayta. Bu da bizə verir 2 üstü 17 vurulsun 3 bayt. Amma bizdən kilobaytla təsvirin həcmini soruşur. Baytdan kilobayta çevirəndə 2 üstü 10'a bölürük. O da eləyir deməli. 2 üstü 7 vurulsun 3, yəni 128 3'ə vursaq 384 kilobayt almış olarıq. Gəlin sizə bir dənə bir şey deyim, yadda saxlayın. Bax, əgər sizə 2 üstü n rəng çaları deyərsə, 2 üstü n rəng çaları. Onda bir pikselin yaddaşda tutduğu yer n bitdir.
Oldumu? Əgər sizə monoxrom desə, monoxrom təsvir desə, yadınızda saxlayın bir bitdir hər piksel. Əgər sizə RGB desə, bir piksel 24 bitdir. Yəni baytdan 3 baytdır. Əgər sizə CMYK desə, CMYK, onda bir piksel 32 bitdir. Oldumu? Bax, bunu yadda saxlayın ki, suallarda sizdə hər hansısa bir problem olmasın. Və bu oldu, deməli, 38-ci sualın izahı. Gələk növbətisinə 39-a. Deməli, palitrasında 256 rəng çaları var və informasiya həcmi 128 kilobaytdır. Gəlin belə eləyək. Bizdən piksel sayını soruşur da, zaten başqa heç nə yoxdur. Piksel sayı x-dir, bilmirəm. A vurulsun B-ni x götürürəm. Bir pikselin yaddaşda tutduğu yer 256 rəng çalardısa, 2 üstü 8-dirsə, 8 bitdir bir piksel. Piksellərin sayını vurdum 8 bitə. Bərabər eləyirəm 128 kilobayta. 128-in özü 2 üstü 7-dir. Deməli, bir pikselin, daha doğrusu bitə çevirmək üçün 2 üstü 13-ə vururam. Kilobaytdan 128 2 üstü 7-dir. Kilobaytdan bitə çevirən zaman 2 üstü 3-ə vururam. Gəlin belə eləyək də. Bu 8 bit yazmışam, amma bu 2 üstü 3 deməkdir də. 2 üstü 3 kimi qeyd edib ixtisarlarımızı aparaq. 2 üstü 3. X buradan bərabərdir. 2 üstü 20-ni 2 üstü 3-ə böləndə 2 üstü 17 eləyir. Deməli 2 üstü 17 piksellərin sayı oldu. Gəlin görək hansı cavabımızda 2 üstü 17 verən ədədlər var, hasilləri. Deməli bu 2 üstü 9, 2 üstü 10, 2 üstü 19 eləyir bu. Lazım deyil bizə. 2 üstü 9, 2 üstü 8. Bəli, bu 2 üstü 17 eləyir. 2 üstü 9, 2 üstü 8. Elə sualın düzgün cavabı B variantı. 40. Rəng dərinliyi 9 bit olarsa. Rəng dərinliyi 9 bit olarsa, maksimal rəng çaları nə qədər olacaq? 2 üstü 9 olacaq. Yəni biti veribsə 2-nin qüvvətinə qaldırırıq biz. O da 512 olmuş olacaq. Maksimal sayı 512. Gəldik növbətisinə. Nə deyir? Deyir raster qrafik təsvir failinin çevrilməsində onun yalnız rəng palitrası dəyişmişdi. Nəticədə failin həcmi 4 dəfə azaldılmışdı. Əgər çevrilmədən sonra 4 rəngli, deməli, 4 rəng çalarlı təsvir alınmışdırsa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunmuşdur? Bir dənə diqqətli olun. Bax ondan başlayacağam. Çevrilmədən sonra 4 rəng çaları alıb. Yəni x qədər idi, çevirdik bunu 4 rəng çaları aldıq. 4 rəng çaları. 4 rəng çaları varsa 4 2 üstü 2-dir. 1 piksel 2 bit yer tutur hazırda. 1 piksel 2 bit yer tutur. Deyir ki 4 dəfə azaldılmışdı. Yəni filan qədər biti idi burada. 4 dəfə azaldılıb 2 bit alınıb. Onda biz bu 2-ni 4-ə vurarıq ki, görək nə qədər bit yer tuturmuş əvvəlkində. 4 8 bit yer tuturmuş. 2 bit idi, 2 bitə azalıb 4 dəfə özdə. Onda biz bu 2-ni 4-ə vurub 8 bit imiş. 4 dəfə azalıb 2 bit olub. Bizə də deyir ki, rəng çaları nə qədərdir? Bax, əgər 8 bitdirsə 1 piksel, onda 2 üstü 8 qədər də rəng çaları var imiş də əvvəlcə. 2 üstü 8-də nə qədərdir? 256 olmuş olacaq. Qəşəng sualdır. Yəni tipli sualları həll eləmək lazımdır. Gələk buna avtomatik fotokamera bu qədər ölçülü qrafik təsvir yaradır. İnformasiyanın həcmi 300 kilobayt aşmır. Palitrada olan rəng çalarlarının sayı maksimum neçə ola bilər? Gəlin belə eləyək onda. Deməli 300 kilobayt aşmırsa, onda elə 300 kilobaytın özü maksimum olsun da, düzdürmü? Maksimum bunu götürək. 1024 2 üstü 10'dur. Üstü 10'dur. Vururam bunu 600'ə. Olsun elə bu formada. Və bir pikselin yaddaşda tutduğu yeri x bit götürüb bərabər eləyirəm. 300 kilobaytdır. 300 kilobaytı vururam 213-ə. Çünki mən nəyə çevirməli idim bunu? Bitə çevirməli idim. Məsələn, bu tərəfi bit olsun, bu tərəfi də bit olsun deyə 300-də vurduq 213-ə. İxtisarlarımızı aparaq mı? Aparaq. 2 üstü 10-dan burada 2 üstü 13 ixtisar gedir. Qalır 2 üstü 3. Buradan 600 ilə 300 aparıram. Burada qalır 2. Bax 2 üstü 3 qalmışdı da, yəni 8 qalmışdı. Onu da buradakı 2-yə böləndə qalır 4. X bərabərdir 4 bitə. Yəni 1 pikselin yaddaşda tutduğu yer 4 bitdir. Onda biz rəng çalarını tapmaq üçün 4 biti 2-nin qüvvətinə gətirməliyik. 2 üstü 4 maksimum rəng çaları ola bilər. Bu da bizə Y variantını vermiş olur. Bir dənə diqqətlə yenidən qulaq asın. Piksellərin sayı 2 üstü 10, 1024 vurulsun 600, vurulsun 1 pikselin yaddaşda tutduğu yer x bitdi. Buradan tapırıq ki 300 kilobayt vurulsun 2 üstü 13. X biti tapdıq 4 və əgər 4 bitdisə 1 piksel 2 üstü 4 rəng çaları var. Birinə də baxaq. Qrafik təsvirin çevrilməsi nəticəsində palitrada rənglərin sayı 16-dan 256-ya qədər artırmışdır. Bir dənə diqqətli olun. Bax, rəng sayı 16-dırsa, 16-dırsa, onda 1 piksel yaddaşda 2 üstü 4 olduğu üçün 1 piksel 4 bit yer tutur. 256-ya qədər artırıbsa, bu da 2 üstü 8-dir. Düzdürmü? 1 piksel yaddaşda 8 bit yer tutacaq.
4 bitdən 8 bitə qədər neçə dəfə artım var? 2 dəfə artım var. Deməli 2 dəfə artar. D variantı sualın düzgün cavabı olmuş olacaq. Gələk 44-cü suala. 81 səhifəlik mətnin son səhifəsində tutumu 704 kilobayt olan şəkil var. OK. Digər səhifələrin hər birində 32 sətr, hər sətirdə 64 simvol, Unicode'da olan bu fail həcmi nə qədər var? Gəlin belə bir şey çəkim sizə. 2 dənə burada fail tipi var. 81 səhifəlik sənəddə. Bir var qrafik fail, sonuncu səhifədədir də, düzdürmü? 704 kilobayt yaddaşda yer tutur. Onda bura yazıram, 704 kilobaytlıq faylımız var. Bu qalsın burada. 81-in 80 səhifəsində isə, yəni bir səhifəsində bu varsa, son səhifəsində 81-in o biri çıxmalıyıq. 80 səhifə qaldı. Orada da mətn tipli fayl var. Gəlin onu da hesablayaq. Deməli 80 səhifə var. Hərəsində 32 sətr var, 2 üstü 5. Hərəsində 64 simvol var, 2 üstü 6 və Unicode-da kodlaşdırılıb. Onda biz Unicode dediyi üçün bunu 2-yə vuracağıq. Yəni bu qədər simvolu vurduq sətrə, səhifəni vurduq və 2 üstü 1 bayta vururuq. Yəni 2 bayta vururuq. Bu da bizə nə qədər verir? 80 vurulsun 2 üstü 12 baytı vermiş olur. Bunu da kilobayta çevirək də biz. 2 üstü 10-a bölək kilobayta çevirmək üçün. 80 vurulsun 4, o da bizə 320 kilobaytı vermiş olur. Deməli, bax, biz mətn tipli faili hesabladıq, 320 kilobayt. 704-ü də buradadır. Nə qədər verər bizə? Deməli, 1024 verər də, düzdürmü? 1024 kilobayt məlumatımız var. Cavabda 1024 kilobayt yoxdur, müəllim. Onda çevir megabayta. 1024 kilobaytı 1024-ə böləndə 1 megabayt eləyər. Deməli, sualın düzgün cavabı B variantımız olmuş olacaq. Bir də üstündən keçək. 81 səhifədir. Bir səhifəsində, yəni son səhifəsində 704 kilobaytlıq şəkil var. Bundan işimiz yoxdur. Sadəcə o bir səhifəni 81-dən çıxmalıyıq. 80 səhifədə də 32 sətir, 206 simvol, Unicode dediyi üçün 2 bayta vurub çevirdik bunu. Aldıq ki 320 kilobaytdır. Yəni bura 320 kilobayt imiş. Qrafik mətn tipli fail. Sadəcə bizdən nə deyir? Deyir bunların toplamı lazımdır. 1024 kilobayt, cavabda 1024 yoxdursa, onda megabayta çevirdik. 1024-ə böldük, 1 megabayt almış olarıq. Bu sizlərə ilk 44 sualın izahı, demək ilk 44 sualın izahını verdim. Növbəti sual izahlarında görüşərik. Öz fikirlərinizi mütləq videonun şərh hissəsindən yaza bilərsiniz. Sağ olun, görüşərik.